Salamlar, herkese salamlayıram. Değerli kollegalar, toplantı iştirakçıları, özellikle təşkilati komiteye teşekkür etmək istəyirəm. Həm gözəl organizasyon üçün, həm də gözəl mövzulara yeri verildiyi üçün. Həqiqətən bu dəfə süd vəzi toplantıları fərqli odur ki, mövzularda bir fərqlilik var, bir hərəkətlilik var. Məncə də daha ona görə bu toplantı daha canlı keçir. Radyoterapi konusunda da həqiqətən fərqli bir mövzuya bu dəfə toxunacağıq. Fərqli sıxıntılı, çox diskussiyalara, mübahisələrə səbəb olan və bütün dünya olduğu kimi bizdə də ortaq bir konsensus, ortaq bir yol tapa bilmədiyimiz mövzudur. Günü-gündən tendensiya süd vəzi xəstəliklərində, özəlliklə gənc xəstə populyasiyonu artdığı üçün yaşlı xəstə, orta yaşlı xəstə qrupunda da məmə qoruyucu və yaxud rekonstruktiv cərrahiyyələr meyillik artdığı üçün biz radiasyon onkoloqların da işi gün-gündən çətinləşir. Bildiyimiz kimi süd vəzi əməliyyatlarından sonra rekonstruktiv radioterapiya kısaca olsa da sabah oturumlarında plastik cerrahlar bunlardan çok detallı danıştılar ama kısaca olsa üstünden geçək. Erken rekonstruksiyalar var. Yani mastektomiya sonrası hemen rekonstruksiya olan, eyni momentli rekonstruksiya məruz qalan xəstələr var və gecikmiş rekonstruksiya məruz qalan xəstələr vardır ki, bunlar da mastektomiya olduqdan sonra radioterapiya, kimyoterapiya, ana müalicələr bitdikdən sonra aparılan rekonstruksiya növləridir. Eyni momentli rekonstruksiyalarda onlar da öz aralarında bir neçə qrupa bölünür. İmplantla rekonstruksiyalar, expanderla rekonstruksiya olunub, sonra implantla əvəz edilən rekonstruksiyalar, eyni momentli otolog rekonstruksiyalar ki, sabah toplantısında bəhs edildiyi kimi travmalar, diplər və s. fərqli flep növləri ilə aparılan rekonstruksiyalardır. Yəni xəstənin özündən olunan rekonstruksiyalardır. Və eyni momentli rekonstruksiyalardan sonra göstərişlərə görə adjuvant radioterapiya, kimyoterapiya aparılır. Ən önəmli burada toxunmaq istədiyim sorunların üzərindən gedəcəm. Çox tədqiqatlara girməyəcəm. Çünki multidisipliner olaraq nadir hallarda bir yerə toplana bilirik və ortaq dərdlərimizi paylaşmaq istəyirik. Cərrahların yaralı yeri olan rekonstruksiya sonrası radioterapinin aparılması və olan komplikasyonlar. Bizim üçün ən önəmli, onkoloq olduğumuz üçün plastik cərrahların fərqli o, ən önəmli məqam onkoloji güvənlik məqamıdır. Yəni birinci yerdə prioritet olaraq xəstənin onkoloji güvənliyin sağlanmasıdır. Yəni xəstələr mərhələyə uyğun olaraq onkoloji tədavilərin düzgün vaxtında və göstərişlər daxilində verilməsi önəmlidir. Postmastektomiya sonrası kimlərə radioterapiya aparılır? NCCN gördüyümüz kimi T3, T4 və yaxud da M pozitiv xəstələrin tamamında radioterapiya aparılır. Selektiv xəstə qrupunda T1, T2, N0 olsa da mastektomi olmuş selektiv xəstə qrupu var ki, burada da yüksək risk faktorlu xəstələrdir. Bu xəstə qruplarında özəlliklə triple negativ, HER2 pozitiv, Ki67-si yüksək olan xəstələr var ki, onlarda da bəzən N0 olsalar belə radioterapiya tətbiq edirik. NCCN yenə də bu ildə rekonstruksiya və radioterapiya mövzusuna təkrar toxundu və bunlar çox detallı şəkildə orada da qeyd olunub. Düşünürəm ki, hər birimiz, kollegalarımız da, yəni istər cərrahla, istər radioterapiya, hər birimiz bu guideline-lara uyğun olaraq əməl etsək, fəsad və komplikasyonlarımız daha ağır olar. Burada da NCCN-dəki qrupda təsnif etdi. Yəni implant rekonstruksiya olunmuş xəstələri iki qrupa, iki mərhələli rekonstruksiya olunan xəstələr var, bir mərhələli rekonstruksiya olan xəstələr var, iki mərhələli rekonstruksiya olunan xəstələrdə iki hissəyə bölünür bu qrup xəstələr. Ya radioterapiyaya qədər expanderin qoyulub, sonra implantla əvəz edilib, sonra xəstələrə expander qoyulub, radioterapiya tətbiq olunub, sonra implantla əvəz olunan qruplar var və yaxud da radioterapiyaya qədər bu prosedurları, yəni adjuvant kimyoterapiya dövründə expander və daimi implantla əvəz olunub, sonra radioterapiya verilən qruplar var. Bir də birbaşa bir mərhələli implant olunub, sonra verilən qruplar var. Otolog rekonstruksiyalarda isə necədir vəziyyət? Otolog rekonstruksiyalarda birbaşa otolog rekonstruksiya olunanlar var. Eyni momentli gecikdirilmiş rekonstruksiya gedən xəstələr var ki, burada da zamanlama çox önəmlidir. Adjuvant radioterapiya bitdikdən sonra
minimum 6 ay, bəzən 1 ilə qədər xəstənin toxumalarının bərpasından asılı olaraq gözlənilir ki, bu qrupda radioterapiya dönəmində expander qoyulub, sonradan otolog rekonstruksiya ilə əvəz olunan qrup olaraq da təsnif olunur. Yenə də burada müalicələrin, özəlliklə adjuvant ximioterapiyanın və radioterapiyanın zamanlaması çox önəmlidir. Rekonstruktiv əməliyyatlar onkoloji güvənliyə və onkoloji müalicələrin sıralanmasına heç bir şəkildə mane olmamalıdır. Bunu bu qədər üzərində durmağımız və vurğulamamızın əsas səbəbi nədir? Bəzən olur birbaşa rekonstruksiyalardan sonra, özəlliklə sintetik materiallarla implant və yaxud da ekspanderlar rekonstruksiyalardan sonra yara iyiləşməsində gecikmələr, əlavə infeksiyalar, seromalar, hematomaların baş verməsi adjuvant müalicələri istər ximioterapiya, istər şüa terapiyanı gecikdirir. Bu da əlbəttə ki, özünü gələcəkdə xəstənin rekurrenslərdə artmasına və yaxud da metastazsız və yaxud da lokal kontrolsüz sağ-qalın nəticələrinə mütləq təsir edir. Yəni o yüzdən də mütləq şəkildə zamanlamanı və müalicələrin sıralamasını nəzərimizdə tutmalıyıq. Estetik mütləqdir, iyidir, amma əlbəttə ki, ümumi sağlamlıq hər şeydən öndədir. Biz özəlliklə cərrahlardan istəyimiz nədir? Rekonstruktiv əməliyyatlardan sonra, yəni klinik təcrübəmizdə deyəcəm, bunun üzərində durmaq istəyirəm. Mütləq şəkildə çox ricam epigrizlərdə bundan çox vurğulanması lazımdır. Cərrahi texnikanın açıq aydın şəkildə qeyd olunması lazımdır. Yəni biz radiasiyon onkologları üçün bu çox önəmlidir. İmplant nə şəkildə yerləşdirilib, prepektoralmı, subpektoralmı, meşlə rekonstruksiyası, bu detalların hamısı vurğulanmalıdır. Biz cərrahi notunu açıb oxuyanda, xəstə eyni momentdə rekonstruksiya olundu ifadəsi sadəcə yetərli deyil. Nə üçün? Mən sizə bir xəstə üzərindən göstərəcəm. Məsələn, erkən mərhələ xəstələrdə bayaq vurğuladığım kimi yüksək risk faktoru olan erkən mərhələ xəstələrdə biz bəzi selektiv xəstə qrupuna T1, T2, N0 olsa da bəzi xəstələrdə mütləq şəkildə adjuvant radioterapiya məsləhət görürük. Bu xəstələrdə biz məsələn bu vakadan gördüyünüz kimi bu xəstədə kontrollamaya diqqət etsəz, məsələn, ekspanderi qorumalıyıq və biz burada subkutan kələf dediyimiz subkutan pleksusu şüalandırmalıyıq. Çünki bildiyimiz kimi rekurrenslər ən çox subkutan pleksusda olur. Dəraltı yağ toxumasında nə qədər gözəl təmizlənsə də parenxima %10'lara qədər qalır və residivlər çox vaxt həmin parenximadan ortaya çıxır. Ona görə və yayılımlar da subkutan yağ toxumasına limfatik drenə olduğu üçün mütləq subkutan yağ toxusunu şüalandırmamız lazımdır. O yüzden də bu qırmızı ilə çərçivələdiyim konturda implant qorunmuşdur, amma implanta qədər olan dəri-dəraltı yağ toxuması mütləq şəkildə şüalandırılır. Yan proeksagital 3D proyeksiyadan gördüyünüz kimi də burada pektoral kas ayrıcana konturlanıb, yəni pektoral kas şüa sahəsinə daxil olmur, çünki erkən mərhələ xəstədir. Bir digər xəstədə də eyni qaydada burada 3D görüntüdə bu subpektoral yerləşdirilmiş implantdır. Pektoral kas gördüyünüz kimi implantın üzərindədir, ayrıca konturlanır və bunlar hamısı əlbəttə ki, bizim şüa terapiyada mütləq diqqət edilən detallardır. Prepektoral implant yerləşdirilmiş xəstələrdə də gördüyünüz kimi ayrıca yenə də implant konturlanır, pectoralis major, minor konturlanır və subkutan pleksusa diqqət edilir. Nod pozitiv xəstə təbii ki, əlbəttə ki, bu konturlamalar mütləq niyə önəmlidir? Çünki implantı da sağlıqlı toxuma kimi və yaxud ekspanderlarda portu da sağlam toxuma kimi qorumaq zorunda qalırıq. Amma nə qədər qorusaq da, tək bizdə deyil, elə dünyəvi bütün qlobal çalışmalara da baxanda, nə qədər qorusaq da, nə qədər bunları şüa sahəsindən uzaqlaşdırmaya çalışsaq da, yenə də fəsad və komplikasiyalarda azalmalar da minimum fərqlər vardır. O ki qaldı, nod pozitiv xəstələrə qaldıqda isə nod pozitiv xəstələrdə bildiyimiz kimi əsasən limfatik tutulumlar interpektoral əzələrin, yəni pectoralis majorun minorun arasında tutulum olduğu üçün biz mütləq şəkildə pektoral əzəlləri, yəni qabırğalara qədər, qabırğa və qabırğa üstü fasiyaya qədər o bölgələri şüalandırmaq zorundayıq. Çünki interpektoral alandan da residivlər çox görülür. Və bu cür nod pozitiv xəstələrdə mammaria interna, interpektoral kaslar, level 2, level 3 şüalandığı üçün bu durumlarda implantları təəssüf ki, qoruya bilmirik. İmplantlar məcburən sahəyə daxil olmuş olur. Müxtəlif rekonstruksiya növlərinin pozitiv və negativ cəhətləri var. Səhər bunlardan bəhs etdilər, bunların üzərində çox durmayacaq. Amma bizim radiasiyon onkologlar üçün hansılar müsbət, hansılar mənfidir, onlara diqqət etmək istəyirəm. Biz radiasiyon onkologları daha çox eyni momentdə otolog ya da geçmiş otolog rekonstruksiyaları sevir. Çünki
Eyni momentdə otoloq rekonstruksiyalardan sonra onlara da özünə məxsus radioterapiya bağlı az da olsa əlavə təsirləri olur. Özəlliklə oradakı əlavə təsirlər eyni momentdə otoloq rekonstruksiyalarda yağ nekrozları çox ola bilir, bəzən seromalar və yara sağalmalarında çətinliklər ola bilir. Bunu da radioterapi ilə cərrahi arası zamanlamanı düzgün təyin etdikdə bu riskləri azalda bilirik. Gecikmiş otoloq rekonstruksiyalar düzdür, cərrahlar üçün çətin olsa da radioterapiyadan 6 ay, 1 il sonra gecikmiş otoloq rekonstruksiyalar fibrozlara bağlı vaskularizasiya zəiflədiyi üçün bərpa və yara iyiləşmələrində gecikmələr olsa da biz radioterapevtlər nöqteyi nəzərindən daha seviləndir. Çünki bizim şüa terapiya sahələrimizi pozmur, şüa terapiyanın planlanmasına mane olmur. Eyni momentli implant və ekspanderla rekonstruksiyalarda isə yaralı yerimiz və cərrahlarla əsas olan problemlərimiz kapsular kontrakturalar, infeksiyalar, dəri qopmaları, implantın yer dəyişməsi və yaxud da nadir hallarda da olsa implant dəlinməsi, boşalması kimi hallarla qarşı-qarşıya gələ bilirik ki, bu bütün dünyada olan ortaq problemdir. Son 2025-də aparılmış Alman qrupu tərəfindən olan meta-analizdən, yəni dünyada olan vəziyyət necədir, onun yansıtmaq istədim sizə. Bu meta-analizdə özəlliklə burada da ən problemli nahiyyə eyni momenti rekonstruksiyalardan sonra ekspanderlar, əvəz olunan implant və postmastektomi radioterapi aparılan qrupda grade 3 kapsülər fibrozitlərin %50-lərə qədər artdığı gözləmlənmişdir. Yəni digər Nelson və qrupu tərəfindən aparılan tədqiqatda da yenə də eyni qrupda ekspander artı implant və radioterapi qrupunda fəsadların ən çox olduğu %35-lərə qədər yüksəldiyi görülmüşdür. Digər yenə də D qrupunun, Alman qrupunun yaptığı meta-analizdə yenə də eyni digər xəstə 2022 tədqiqatında da istər gecikmiş, istər erkən həmən olunan rekonstruksiyaların hər ikisində də kapsülər fibrozislər və rekonstruktiv uğursuzluqların nəticələrində yüksəlmə görürük. Digər bir 2024-də olan digər bir meta-analizdə də gördüyünüz kimi hər iki qrupda otoloq rekonstruksiyalardan sonra özəlliklə yağ nekrozlarının çox olması daha çox gözə çarpır. İmplant rekonstruksiyalar sonra istər gecikmiş implant rekonstruksiya, istər həmən olan implant rekonstruksiyalarda özəlliklə kapsular kontraktur və grade 2-4 ağırlaşmalarda artma müşahidə olunmuşdur. Yəni gördüyünüz kimi bu tək bizim yox, bütün dünyanın problemidir. Peki biz radioterapevtlər fraksionasiya rejimləri ilə necə baş aparırıq? Hal-hazırda fraksionasiya rejimləri, yəni neçə seansda nə qədər radioterapiya edəcəyik mövzusu hələ də diskusiya mövzusudur və bu mövzunu bir şəkildə tamamlayıb başa çıxa bilmirik. Biz artıq konvensional fraksionasiya, ənənəvi fraksionasiya rejimini 25 seansda aparılan bu ənənəvi fraksionasiya rejimi artıq tarixə qovuşur biz radiasiyon onkoloqları üçün və biz 5 seanslıq, 15-16 seanslıq protokollarla çalışırıq. Amma və lakin implantla və ekspanderlarla olan rekonstruksiyalar sonrası məcburən hələ də konvensional radioterapiya rejimi ilə gedirik. Niyə görə? NCCN-də də hələ ki hipofraksionasiya protokolu, yəni 15 gündə, 16 gündə aparılan radioterapiya protokoluna yer verilmədiyi üçün bu rejimə keçə bilmirik. Amma bununla əlaqədar davam edən çalışmalar var. Özəlliklə Koreya və Yapon çalışmaları çoxdur bu yöndə. Koreya və Yapon çalışmalarında 2024-cü ildə yayınlanan bir çalışmadır. Faz 3 çalışmalardır. 3 çalışma paylaşacağım. Hər üçü faz 3 çalışmadır və yetərli xəstə populyasiyasına sahibdir. Bu çalışmalarda ənənəvi fraksionasiya rejimindən 25 seanslıq rejimdən 15 seanslıq şüa protokolu qarşılaşdırılmışdır və qruplar arasında subqrup analizlərində fəsad və ağırlaşmalarda statistik əhəmiyyətli fərq aşkar olunmamışdır. Digər bir çalışma, bu çalışmada da 349 xəstəni əhatə edən bir çalışmadır. Burada da həm otoloq rekonstruksiya olunmuş xəstələr var, həm implantla rekonstruksiya olunmuş xəstələr var. Bu xəstə qruplarında da konvensional və hipofraksionasiya rejimləri qarşılaşdırılmışdır və istəyir kiçik, istəyər böyük alan komplikasyonlarında artış qeyd edilməmişdir. Yara iyiləşməsində, yara infeksiyalaşmasında hər hansı bir
bir fərq aşkar olunmur. Kontrakturlarda statistik əhəmiyyətli fərq aşkar olunmamışdı. Və ən son British Journal'da yayınlanmış 3500 xəstəni əhatə edən bir çalışmada nəyə əsas diqqət edilmişdir? Eyni momentli rekonstruksiya və gec momentli rekonstruksiya olunmuş gec dövrdə rekonstruksiya olunmuş radioterapiya aparılmış xəstələrdə fraksionasiya rejimləri arasındakı fəsadlarda fərqlər aşkar olmuşdur. Burada da gördüyünüz kimi eyni momentli rekonstruksiyadan sonra aparılan hipofraksionasiya və ənənəvi fraksionasiya rejimləri arasında istər kapsul kontrakturunda, istər infeksiya və nekroz arasında əhəmiyyətli fərq aşkar edilməmişdir. Gecikmiş rekonstruksiya, yəni radioterapiyadan sonra rekonstruksiya olunan xəstə qrupunda da eyni şəkildə kontraktur və infeksiya risklərində nekroz toksisitəsində hər hansı fərq aşkar olunmamışdır. Buradan da gördüyünüz kimi gedərək bu statistikada illər keçdikcə daha meyilliyin eyni momentli otolog rekonstruksiyaların daha çox olduğu 32,9%-lərdə və 2 momentli rekonstruksiya, yəni expanderın qoyulması, radioterapiyadan sonra implantla əvəz olunma proseduruna meyilliyin artdığı görülmüşdür və illər keçdikcə 2015-dən indiyə qədər zaman keçdikcə artıq bütün dünyada hipofraksionasiya rejimlərinə, yəni 2015-də hipofraksionasiya aparılan xəstə sayısı rekonstruktiv xəstələrdə 19-14-lərdə idisə, 2020-lərdən sonra bu 35-40%-lərə yüksəlməyə başladı. Nəticə olaraq, çox uzadıb yormayacağım sizi, nəticə olaraq nəyə vurğulamaq istəyirəm, nələrin üzərində durmaq istəyirəm və nəyə mesaj vermək istəyirəm. Rekonstruktiv cərrahiyyə və adjuvant radioterapiya mütləq şəkildə multidisipliner yanaşma tələb edir. Yəni, bir xəstə rekonstruktiv cərrahiyyə olmamışdan öncə cərrah bazlı qərar verilməməlidir. Yəni, cərrah xəstəni əməliyyat etdikdən sonra radioterapevtə göndərilməməlidir. Bu ilk etapda planlananda artıq xəstənin kemoterapisi, radioterapisi, cərrahisi ilk etapda planlanmalıdır, tartışılmalıdır, sonra qərar verilməlidir. Çünki biz əməliyyat olub gəldikdən sonra artıq xəstədə hiçbir şey də bilmirik. Olacaq şeylərə bir şəkildə məcburən xəstənin şüa terapiyasını olduğu kimi vermək zorundayıq. Amma öncədən olan tartışmalar xəstəyə özəl rekonstruksiyanı seçməyimizə imkan verər. Çünki hər xəstə individualdır. Onkoloji güvənlik və xəstənin həyat keyfiyyəti prioritet olmalıdır. Yəni, rekonstruksiya olmuş xəstələrin ən böyük qayğısı biz radioterapevtlərin yanına gəldi. Nədir? Sosial qayğı, maddi qayğı, psixi qayğı, fiziki qayğı. Yəni, xəstə gəldikdə mən radioterapi verəcəksiniz, implantım, expanderım pozulacaqmı? Bəlkə radioterapini estetik pozulmasın deyənə almayım mı? Və yaxud da maddi olaraq sərfiyyatım çox olub, expanderım, implantım korlanarsa necə olacaq? Bu qayğı olmamalıdır xəstələrdə. O yüzden də birinci yerdə onkolojik güvənlik nəzərə alınmalıdır. Hər xəstəyə dediyim kimi individual yanaşma olmalıdır və cərrahiyyədən sonra radioterapi aparılacağı ətraflı xəstəyə izah edilməlidir. Ola biləcək komplikasyonlar, radioterapiyə bağlı kontraktur, implant kaybı, nekroz kimi risklər də öncədən xəstəyə izah edilməlidir. Ağırlaşmalar, risklər fərdlərə və ixtisaslara aid edilməməlidir. Bəzən olur ağırlaşmalar cərrahiyə bağlı ağırlaşmalar olursa, radiasyon onkologun üzərinə atılır, işte radioterapi aldı, bundan oldu və yaxud da tərsinəsi də olur. Ona görə bu tip vəziyyətlərdə ağırlaşmalar qaçınılmazdır, mümkündür. Məncə fərdi xarakter daşımamalıdır. Hər xəstəyə fərdi yanaşma, əməliyyat öncəsi multidisipliner toplantılarda bütün xəstələr müzakirə etməli və rekonstruksiya artı radioterapiya mövzusunda hələ də bütün dünyada vahid konsensusun olmadığını özellikle vurğulamaq istəyirəm. Avropa qrupu, Amerika qrupu, Uzaq Şərq qrupu fərqli konturlamalar təklif edirlər, fərqli fraksionasiya rejimləri təklif edirlər, fərqli əməliyyatlar, sonra radioterapi və yaxud da tərsinə radioterapi sonra əməliyyatlar təklif edirlər. Ona görə məncə xəstələrə individual yanaşıb ona uyğun rejimlər seçməliyik. Çox sağ olun, təşəkkür ederim.